Keçən salam dostlar, bugün sizlerle beraber ne yiyeceğiz? Bugün sizlerle beraber 3 renk boyama çalışacağım dostlar. Ne bileyim, hiç eləməmişdim böyle bir şey. Aklıma gelmedi, daha doğrusu içerik video. Çok uzatmayayım, videomuza başlayalım. Benim kız enerji gəlsin. Benim belə bir plamastiləm var. Buradan 3 renk eləyəcəm. Əslində fərqli olmalıdır. Sadəcə mən plamastilə daha rahat eləyirəm. Ona görə də bununla eləyəcəm. İndi gözümü yumacam və nəşləri seçəcəm. Bu arada şəklimi göstərim. Şəklim. Ay Allah, bu nə idi? Masam üstü bərbaddır şu anda. Nəsə. Bakın şəklimiz budur, bakın. Burada bununla heç əlaqəsi yoxdur. Mən vərəqlər cırıram. Cırdığıma görə məsələn bu qalır falan. Ona görə də bu qalır məsələn, bu qalmır falan olur. Ona görə də yəni bu deyil. Sadəcə biraz oxşuyur. Buradan belə seçəcəm. Həqiqətən də belə. Hətta istəyirsinizsə siz baxa bilərsiniz. Yaxşı. Gəlin belə tutun. Hətta gözümü yumum, biraz belə mesela böyle falan karıştırırım. Bakın böyle. Ay Allah, üzerimden bu çeçil. Ay bu. Birinci rencim. Bakın parmağımı koydum. Bu dedi mavi. Bakın parmağımı koymuşam. Bakın tərpətmədən. Bakın mavinin üstünde de mavi. Oy da çok güzel. Özde açık renk düşüyor. Mük. O kadar da mük olmasa da yani biraz müklüğü var oldu. Neyse o birisiye şeye geçecek. Üçüncü. Bakın da ben karıştırım istiyorsunuz sen. Üzerimden bu. Ay Allah bu. Nedir? Yeşil. Yaşıl. Beğenmedim. Çiçeğin sapı var, olabilir çiçeğin sapı ama ya. Allah, hiç beğenmiyorum. Niye? Of tezler. Bakın yine böyle karıştırdım. Ay gözüm dostlar, gözüm. Ay Allah, bu renk. Ay Allah, ne olur ya Rabbim ya Resulallah. Bunu diyeyim. Ne olaydı bakın. Oyda. Şaka mı? Arkadaşlar ben bayılırım. Oyda çekler düştü. Bombastik. Mük. Çok uzatmayayım videomuza. Bakın bence geçen özellikle bu renk ürəyimi çok açmadı ama bu iki renk ürəyimi çok açtı. Çok uzatmayayım, indi rençlemeye başlayaq. Ve dostlar burada ses salmak istedim. Burada rençlemeye boğazım düzüldü. Burada da rençlemeye başlayıram. Gördüğünüz gibi ətəyini rençləyirəm. Ətək donunu, ətəyini falan rençləyirəm. Ondan sonra kameranı dəyişdirəm. O tərəfi rençləməyə başlayıram. Burada sonra cədələşirəm. Burada kameradan baxırdım. Çox açıq renk görünürdü. Amma həqiqətdə biraz tünd rengi idi. Baxın belə gördüğünüz kimi rençləyirəm. Mən də bahane tapıram söz eləmək üçün. Ne bileyim, bakın belə nəşdim üstündən çəkirəm aradakı boşluq falan qalmasın. Sona kadar izleyin çünkü biraz əsəbi video oldu. Gördüğünüz kimi 3 renk boyama challenge. Belə eləyirəm. Ondan sonra qırağını biraz diqqətlə eləməyə çalışacağım ki şey olsun, dışarı taşırmayayım, tüklər demiş. Sonra o tərəfə çəkirəm və donum hazır eləmiş oluram gördüğünüz kimi. Burada qələmi də qoymuşam və bitib burada belə göstərirəm. Məncə mük olub donum. Amma axırda puan verəcəm usta. Ondan sonra belə rənglər göstərirəm ki, belə rənglərim var və burada mavini seçirəm. Bəli, mavini seçirəm.
Bu da kapağını açtım. Gördüğünüz kimi nəşləməyə başladım. Biraz dar kısımlardı. Necə deyim, türklər demiş yine. Ona görə də diqqətlə nəşləyirəm və necə deyim, yavaş eləyirəm. Ondan sonra kameramı yenə dəyişdirirəm. Böyle nəşləyirəm. Bu arada de diqqət verirəm. Mən məsələn o bunun yeridir, o bunun yeridir falan qarışdırmaq istəmirəm. Yenə gördüyünüz kimi belə nəşləyirəm. Qıraqlarının çizgilərini eləyirəm. Belə gördüyünüz kimi. Sonra burada baxın boşluqlar var, görərsiniz yəqin ki. Onları eləyirəm. Baxın burada çox diqqətli olmalıyım çünki çiçəyin sapına dəyməməlidir. Gördüyünüz kimi indi fərq edirəm. Oyda əlini yazmışam, qızın yazıq qız. Bu da əlini eləməmişəm çünki yəni tər rəngim yox idi. O birisilər rənglər eləsəm də çubut qalacaqdı. Ona görə də onu eləmədim və burada yenə biraz taşırmış kimiyəm. Çünki yəni çox incə yerlərdir və bu da bitirdim. Bəli, bitirdim. Nasıl başka bir rəngə dostlar eləyəcəm. Bu çok yararsız. Aha, yenə gəldi. Qaldım. Hoş da olsa şunu rəngəliyim. Baxın. Bence siz neyim? Bu rəngindən tacını eləyim. Tacını da necə eləyəcəm? Çox incədir tacı. Baxın. Bu da çox qalındır. Çox qalın deyəndə yəni normal aça bilmirəm. Normal necə deyim, plomasterlər kimi də saçı da qalıb. Ay Allah, saçını nə rəng eləyim? Həqiqətən çox qərarsız qaldım dostlar. Və da sən tapdım. Və dostlar yenə səs sallam. Gördüyünüz kimi çox diqqətli olmaya çalışıram burada. Çünki yəni çox balacadır. Tək balaca deyil, əslində çox normal şəkildə görə. Amma yəni normalda balacadır. Gördüyünüz kimi belə eləyirəm. Görək ortaya nə çıxır. Baxın, belə gördüyünüz kimi eləyirəm. Və bitdi. Səhv eləmirəmsə tacım, bəli, bitdi. Sonra çiçəyin sapıdır o. Hə, yox, yarpağı. Yarpağını eləyirəm. Udquna bilmədim. Yarpağını eləyirəm. Baxın, gördüyünüz kimi o birisi yarpağa çəkmişəm. Və sıra yarpaqları eləyirəm dostlar. Ay Allah, bu da daşıdım. Bu da əsəb, sinir krizi çəkir. Ay Allah, yenə baxanda yenə əsəbim gəlir. Bunu Allaha qədər deyirəm özümə, həqiqətən də. Həqiqətən bu da çıldırıram, amma yenə də motivasyonum düşür. Amma yenə də davam edirəm. Sizin üçün, sırf sizin üçün, sizi güldürmək üçün, sizi əyləndirmək üçün. Bu arada mən bunu eləyənə qədər, əgər kanalıma abunə deyilsənsə, abunə olub like etməyi unutma. Ay, gördüyünüz kimi. Aha, burada çox yenə deyirəm, çox yenə diqqətli olmalıyam. Çünki daşırsam getdi. Həqiqətən də montajlaya videonu, yəni burada video partlayıcı görüntülərdən yoxsa yox. Və yenə sapı bitdi. İndi Aylin yenə çəhrayı rəngi aldım. Çəhrayı rəngi seçdim və çiçəyin necə deyim orasını, bədənini, orasını nə bilim, orasını eləmək çalışıram, eləyirəm. Belə gördüyünüz kimi çox biraz detallara önəm verirəm. Burada yəni ümumiyyətlə bu plomaster çox yaxşı plomasterdir. Yəni mən çox bəyənirəm. Qaraların üstündən keçirəm burada. Yəni sıxılmayasınız deyə. Yoxsa yəni mən əgər özüm eləsəydim 5 saat onu çox detay eləyərdim. Həqiqətən qaraları belə örtür o biraz, o marker. Bu da neyinəm dostlar. Bu da gördüyünüz kimi, gördüyünüz kimi nəsə eləyirəm. Aha, bu da saçına başlamışam. Hə. Bu da saçına başlamışam. Həqiqətən də mən o qədər kamera arkasını görsəz həqiqətən də çıldırardınız. Bla. Belə eləyirəm, davam etdirirəm. Bilmirəm ki, yəni hələ də burada bunu eləyəndə hələ də xəbərim yoxdur ki, axırda çox pis nəticə çıxacaq ortaya mən. Məncə biraz yaxşıdır, yəni özümü çox pisləməyim. Ha dostlar, burada yenə mavi tərəfini nəşləyirəm. Gördüyünüz kimi belə nəşləyirəm. Bu da çox əsəbləşdim həqiqətən də. Çünki çölə çıxdım. Və əslində əqəriyyatım belə deyil, çox gözəldir. Amma nədənsə bir mənə olubsa. Və bu da yenə çölə çıxdım həqiqətən də. Çox əsəbləşdim. Sonra burada saçı isə belə oldu. Əllərini qollarını nəşləməyəcəm. Çünki
necə deyim, tər rəngim falan yoxdur, amma heç bəyənmədim. İndi puanlayacaq hər bir üzvünü, 50-yə saymasaq deməlim. Aşağı hissəsi donu, ətəyi, yəni mükdür, çox bəyəndim. Bədəni isə, yəni paltarına, yəni saçları saymasaq, qəşəng rəngləmişəm. Cüzə puan vermədim. 10 üzərindən 10 verirəm, çünki mük rəngləmişəm, detallar falan vermişəm eyni zamanda. Buna da 10 üzərindən 7 vereyim. 7 verirəm. Gülə neçə verirəm? 10 üzərindən 6 verirəm buna da. Yox, qəşəng olmuşum oxu. 10 üzərindən də 7 verirəm. Yox, 8 verirəm gülə. 6 verirəm də, 6 verirəm. Bu da saç. Çok bir şey yaratmak istemiştim ama çok bir şey yarattım. Həqiqətən heç özümə yanaşdırmadım. Mənim şəkillərim belə deyil ki, dostlar. Allah haqqı, baxın. Deyib, baxın, görün nə qəşəng. Allaha and olsun, özüm çəkmişəm bunların hamısını. Üçün çəkmişəm. Ondan sonra nə bilmə təşkillər saraydı, nəsə, baxın, benim qız çəkmişəm. Belə bir şey çəkmişəm. Çox qəşəng olmalıdır əslində. Burada özlərimdən çəkmişlərim də var. Yoxsa deməyin ki, bu qız elə müəllim bunları verir bu qıza çəkməyə. Amma yoxsa yəni çox pis oldum, məyus oldum. Buranın sərgəliyinə də, baxın buranın sərgəliyinə, buralar falan yaxşı saxlamışam. Buralara gəldik də. Baxın, bunlar bəlkə də görünmür. Bu falan var ya. Bunlar çoxdan anlaydı, onca da bunu saymıram. Yoxsa buralar təmizdir. Bir də baxın, burada falan var. Yəni toplam olaraq 10 üzərindən toplam olaraq rəsmə qollar falan da saysaq 10 üzərindən 6 verirəm. Bir dənə Allaha and olsun, özəyimi açan bu oldu. Sən Allah düzün deyil. Siz hansını bəyəndiniz? YouTube'da yorumlarımı YouTube'da yorumlarımı bunda yanlış qalmışam. YouTube'da yorumlarımı açıq qoymayı YouTube'a, ona görə də çox pisəm. Amma yəni yenə də əyləncəli bir video oldu. Və dostlar, videomuz bu qədər idi. Əgər videonu bəyəndinizsə, kanala abunə olub like atmayı unutmayın. Sağ olun. Görüşənə dək.